əzizlərim. Bugün anamın mənim üçün yığıb göndərdiyi quş ətbəyi, yəni bizdə buna quş ətbəyi deyirlər. Siz də yaza bilərsiniz ki, sizin bölgədə bu bitkiyə nə ad verilir. Biraz saralmış yarpaqlar var, onları təmizləyib, sonra yuyub inşallah qoyacağım. Kükü filan bişirmək olar, dolğa eləmək olar. Çox faydalı bir bitkidir əzizlərim, inanırsınız. Yəni xəstəliklərin bu qədər çox yayıldığı bir dövrdə belə bitkilərdən istifadə edə bilmək də Allahın bizlərə gözəl bir nemətidir. Çünki hər keçən gün ətrafımızda biriləri Allah qorusun pis xəstəliklərə yaxalanırlar və bunların əksəriyyətinin səbəbi keyfiyyətsiz qidalardır. Ancaq Allahın yaratdığı təbiətdə olan bu faydalı qidalardan bolca istifadə etmək lazımdır. Həqiqətən də təbii şəfa mənbəyidir bunlar. Qadın xəstəliklərinin də bir çoxunun şəfası var bu otlarda. İnşallah ki, siz də gördüyünüz yerdə bunlardan yığın və istifadə edin. Təbii ki, günəş altında təbii özü, necə deyərlər, yəni heç bir insan əli toxunmayan, öz-özünə yetişmiş olanlar faydalıdır bunların. Sağlıqla qalın.